Salam, hər vaxtınız xeyir əziz kanal izləyiciləri. Bugün İsmail Rayon Boynuz kəndindən yeni bir mülkümüz satışa çıxarılıb. Ev mülki 4 sotun içində, 4 tərəfi daş, hasar və yaşayışa tam yararlı olan 180 kvadrat, yəni 2 mərtəbə evdir. Arxa tərəfdə yana evin yanında, evin həyətin içərisindədir. Və daxil olaq, evi göstərim. Ev 5 daş üzərində tikilibdir. Daxil olanda evin içərisinə bax, belə bir girəndə koridordur. Burada kombi sistemidir. Pilləkənin altında. Sağ tərəfdə mətbəxdir. Burada qonaq otağıdır. Geniş zalı. Burada təzədən bir yataq otağıdır. Sanuzeridir. Tam təmirli. Və qalxaq ikinci mərtəbəyə. Ev 2-20 hündürlükdədir. 1 ilə 2-nin arası. Deməli, burada bir yataq otağı. Ümumi 5 yataq otağından ibarətdir. Bu üçüncü yataq otağıdır. Ev əşyaları ilə bir yerdə satılır. Bu da 4-cü yataq otağı. Maraqlananlar əlaqə telefonumuza zəng edib ətraflı məlumat ala bilərlər. Evin ümumi istilik sistemi kombidir. 4 sotun içində 180 kvadrat, qiyməti 130.000 manatdır.